Xoş gördük əziz dinləyicilər. Bu günləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox gözəl bir qanun imzalayıb. Bu qanun nəyi özündə ehtiva edir? Deməli, türk xalqları, türk dilli dövlətlərin vətəndaşları Türkiyədə artıq əcnəbi sayılmayacaq. Bu çox gözəl bir qanundur. Əgər biz türk Turan qurmaq istəyiriksə, düzdür, burada avtoritar meyllər çoxdur, amma heç olmasa bu mədəni əlaqələr, iqtisadi əlaqələr qurula bilər, düşünürəm. Yəni bundan sonra artıq Turan dövlətlərinin vətəndaşları Türkiyədə əcnəbi sayılmayacaqlar. Orada türk xalqına verilən qanunla və ya hüquqla onlara da şamil edəcək. Mən düşünürəm ki, bunu Orta Asiya, Türkistan, yəni Türkistan əraziləri də qəbul etməlidir. Çünki bu günləri Orta Asiyada kifayət qədər insan çatışmazlığı var ki, bugün istər Qazaxıstan olsun, istər Özbəkistan olsun, Orta Asiya, Türkistan, Turan dövlətlərinin ən böyük problemlərindən biri insan çatışmazlığıdır. Nəzərə almaq lazımdır ki, şimaldan Rusiya, şərqdən Çin kimi böyük bir hegemon dövlətlərin əhatəsində olan bu Türkistan dövlətlərinə də belə bir qanun lazımdır ki, onlar da deməli Azərbaycan vətəndaşları da, Türkiyə vətəndaşları da Orta Asiyada rahatçılıqla iş tapa bilsinlər və beləliklə Orta Asiya, Turan dövlətləri də öz urbanizasiya məsələsini, xalq çatışmazlığı məsələsini də bununla da həll etmiş olar. Mən düşünürəm ki, Ərdoğanın atdığı bu addım onlar üçün də, bütün türk dilli dövlətlər üçün də bir örnək olar. Təşəkkür edirəm diqqətinizə görə.